Önce belki bir ümumi bir qiymətləndirək. Çünki referenduma çıxarılan akt konstitusiyanın özüdür, konstitusiya aktıdır və bu bilavasitə konstitusiyanın özünü dəyişəcək bir sənəddir. Bu baxımdan da konstitusiyanın rolu nədir cəmiyyətdə? Bununla bağlı qısaca mən onu qeyd edeyim ki, konstitusiya əslində vətəndaşlarla vətəndaşların qurduğu dövlət arasında münasibət tənzimləyən əsas sənəddir, ana sənəddir. Buna Türklər anayasa deyir, boşuna demir. Bütün qanunların anası. Bu baxımdan da burada iki tərəf var. Bir tərəfdə vətəndaşlar var, bir tərəfdə onların qurduğu dövlətin strukturları var. Və bu strukturlar sırf qanunla hərəkət edib vətəndaşların hüquqlarını məhdudlaşdırmasın, pozmasın deyə konstitusiya bu iki tərəf arasında bir növ müqavilədir, razılaşmadır. Və bu razılaşma vətəndaşların ümumisinin mənafeyinə zidd şəkildə onu idarə edənlər tərəfindən istənilən halda müdaxilə olunub dəyişdirilə bilməz. Bununla bağlı konstitusiyanın özündə konkret olaraq meyarlar var. Məsələn, 155-ci maddəsi deyir ki, konstitusiya dəyişiklikləri bu və digər formada ehtiyac yarandıqda, çıxarıldıqda 3-cü fəslə dair dəyişikliklər bilavasitə ya konstitusiyanın özündəki hüquq və azadlıqlara zidd olmamalıdır, eyni zamanda da beynəlxalq öhdəliklərə zidd olmamalıdır, yəni beynəlxalq tənzimləmələrə. İndiki bu 29 dəyişiklik hansı ki nəzərdə tutulur 26 sentyabr tarixində referendum üçün, bu 29 dəyişikliyin 14 maddəsi bilavasitə 3-cü fəsillə bağlıdır. Ona görə 3-cü fəsil insan hüquq və azadlıqlarını tənzimlədiyi üçün 3-cü fəsildə olan dəyişikliklər və ümumiyyətlə əlavələr hökmən həm konstitusiyanın özündəki ruha, özündə müəyyən etdiyi əsaslara, həm də qoşulduğumuz beynəlxalq hüquq aktlarına, o cümlədən Avropa Konvensiyasına, o cümlədən BMT-nin mülki və siyasi hüquqlar paktına, iqtisadi sosial hüquqlar paktına və s. bunlara uyğun olmalıdır. Əks halda o zaman biz mövcud olan rejimimizi beynəlxalq öhdəliklər çərçivəsindən daha çox daraltmış olacağıq ki, bu da gələcəkdə Azərbaycanın vətəndaşlarının hüquqlarının həmin müstəvidə müzakirəsi zamanı artıq konstitusiyanın özünü də bir hüquq pozan sənəd kimi hüquq ədəbiyyatına girmə ehtimalını qarşımıza çıxardır. Gələcəkdə hansısa təməl hüquqlarımızın biri, məsələn, konkret olaraq deyək ki, birləşmə hüququ ilə bağlı məhdudiyyət, yaxud da ifadə azadlığı ilə bağlı gətirilən məhdudiyyətlər, əlavə məhdudiyyətlər, deyək ki, konvensiyanın 10-cu maddəsinin 2-ci hissəsində olan məhdudiyyətlərdən daha çox daraldır. Belə olan halda onsuz bunu tətbiq etmə imkanımız olmayacaq cəmiyyət olaraq. Yəni, bizim məhkəmələr bunu tətbiq etsə belə, biz Avropa məhkəməsi yurisdiksiyasını qəbul etdiyimiz üçün orada bu pozuntu kimi qiymətlənib ölkəyə geri qayıdacaq və o zaman bu təzad bilavasitə konstitusiyanın özündən doğmuş olacaq ki, əslində normalda beynəlxalq hüquq konstitusiyaya zidd olmamalıdır. Yəni, biz o hüquqa qoşulduğumuz zaman konstitusiyamız ona imkan verirdi. İndiki halda konstitusiyamızı elə bir geridən gətirib pozmuş oluruq və həmin o start vəziyyətindən startda qoşulduğumuz konstitusiyanın azadlıq mühitini daha çox daraltmış olacağıq.